Bir dənə də mən şeir oxuyayım sizə. Elə biliyəm ki, Sədi 99 eşitmiyorsunuz. Ağay Şahiyə də mən Bakıda oxumuşam. Bir məclis var idi, o məclisdə oxumuşam bu şeiri. Və burada onu mən oxuyam. Nə üçün? Onu oxuyan buna görə ki, həm Ya Hüseyn deyək, qəlbimiz məhzun olur. Və həm də öğrenin kefenlerinize yazın. Kefenlerinize yazın. O yere yazın ki sizi bükende kefene, o düşsün sizin sinözün üstüne. Oraya yazın. Heç kimi məclisdə istisna etmirəm. Hamıya lazımdır. Çünkü ora bir yerdir ki orada şuxluq yox. Qumru bilirsiniz kimdir? Qumrunu adını eşitirsiniz. Getdim, ay amili, getdim Dağıstana. Dağıstan bir xodmuxtar cumhuridir Rusiyanın tərkibində. Dağıstanda Dərbənd şəhri oradadır. Dərbənd şəhri mərkəzi təşəkkür. İndi də o cürdür. Amma heç zat bilmirlər şəhəri. Heç zat bilmirdilər. İndi 18 ildir orada təbliğ olur, tələbələr gedir. Özlərindən nə qədər tələbə olub, orada dərs oxuyub, tədris edirlər. Mən getdim Dağıstanda, Dərbəndidə, qəbirsanlıqda Qumrunun qəbrini tapdım. Gördüm bir dənə qərət daş qoyublar, üstündə də adın yazılır. Amma onun bir dənə şeiri var, qəbrinin əvvəl gecəsini yazılır. Şeir necə şeirdir? Elə bilirsiniz, çox ədəbi bir şeirdir, çox asan, sadə bir şeirdir. 4 xətdir. 3 xətti müqəddimədir, 4-cü xəttdə. 4-cü beytində misra-i əvvəli müqəddimədir, misra-i doğru. Yəni sözün canı o axirinci misra. Hər yerdə ya Hüseyn demişəm, ya Hüseyn sənə. İndi yaman günümdür, əlimdən yapış ağa. Hər yerdə ya Hüseyn demişəm, ya Hüseyn sənə. İndi yaman günümdür, əlimdən yapış ağa. Bu qəbr quşəsində qəribəm, adamsızam. Burada nə bir qohum tapılır, nə tanış ağa. Qorxum budur, çırıxdıralar qəbridə məni. Üləma bilir, dəf-i təvəhhümdür bu, dəf-i dəxli təvəhhümdür. Yəni fikirləşmə ki, mən usulü dinimi bilməyəm. Yox, biliyəm. Amma qorxum budur, çırıxdıralar qəbridə məni. Lütf eylə gəl, özün bu işə bir qarış ağa. Lütf eylə gəl, özün bu işə bir qarış ağa. Qulaq as, qulaq as. Bir ömr mən sənin əvəzində danışmışam. Bir yolda sən mənim əvəzimdə danış ağa. Sənin əvəzində danışmışam. Bir yolda sən mənim əvəzimdə danış ağa. Eyni bu mənanı üçün məclis Ağay Şahinin adınadır. Ağay Şahi də yazır. Eyni bu mənanı Ağay Şahi belə yazır. Ya Hüseyn, şovq ləbün qoymadı qəlbimdə şəkil. Ya Hüseyn, şovq ləbün qoymadı qəlbimdə şəkil. Ta nəfəs gəldi mədihün dedim, ey teşnə həbib. Çünki qət oldu nəfəs, sağ solumu aldı həsib. Həsib nəkir mükər.
Çünkü qət oldu nəfəs, sağ solumu aldı həsib. Hansı qovmun dedilər, yar o hava xahidi bu. Hansı qovmun dedilər, yar o hava xahidi bu. Onda lütf eylə denən nökərimiz şahidir. Onda lütf eylə denən, lütf eylə denən, onun mənası var. Lütf eylə denən. Yəni sənə Abbas deyib nökərivəm, mən nə deyəm? Nökər o deyib. Sən lütf elə məni qəbul edin. Mən kiməm? Ya Hüseyin ləblərivə sağəri Kevsər yaraşar. Kəsilən əllərivə pərçəmi məhşər yaraşar. Demirəm qoy ayağın gözlərimin üstə, ağa, yox. Ayağın altına baş qoymağa əkbər yaraşar. Nərəvadır sinövün üstə qoya şimrə yağın. O gözəl siniyə vallah Əli Əsgər yaraşar. Mən kiməm? Mən nətiyəm? Adimə nökər deyələr. Sən kimi şahə, Əbəlfəz kimi nökər yaraşar. Vəssalamu aleykum və rəhmətullah.